Salam balaca dostlarım, mən Nağılzadə. Uşaqlar, siz də aranızda bu işi sonra görərəm deyib, axırda hər şeyi bir-birinə qatan varmı? Elədirsə, bugün sizə Muradın hekayəsini danışacağam. Muradın başına gələnlər bəlkə də hər birimizin başına gəlib. Hazırsınızla, başlayaq. Biri var idi, biri yox idi. Murad adında bir oğlan vardı. Muradın ən sevimli sözü nə idi bilirsinizmi? Sonra. Anası paltarlarını yığ deyirdi. Murad sonra deyib oynamağa gedirdi. Müəllimi tapşırıqları yaz deyirdi. Murad sonra deyib pəncərədən quşlara baxırdı. Bir bazar günü idi. Muradın isə qabağında ağappaq bir kağız durmuşdu. Sabah məktəbdə rəsm müsabiqəsi olacaqdı. Murad öz-özünə deyirdi. Hələ vaxt çoxdur. Biraz gizli filmdə baxım, sonra çəkərəm. Amma saatlar su kimi axıb getdi. Günorta oldu, sonra dedi. Axşam oldu, sonra dedi. Birdən dostu Elcan zəng etdi. Murad, rəsmini bitirdin. Mən çox gözəl bir gəmi çəkdim. Elə bu vaxt Muradın ürəyi sürətlə döyməyə başladı. Onun kağızı hələ də bomboş idi. Tələsik masanın arxasına keçdi. Əlləri əsirdi. Karandaşın ucu qırıldı. Boyalar yerə dağıldı. Tələsik çəkdiyi rəsm isə gəmiyə yox, əzi-üzük bir qutuya bənzəyirdi. Muradın gözləri doldu. Vaxtım çatmadı, deyib ağladı. Elə bu vaxt atası otağa girib Muradın halını görəndə onun yanına əyləşdi və ona çox vacib bir söz dedi. Murad, vaxt bir çay kimidir. Sən sahilində oturub gözləyəndə o axıb gedir. Tənbəllik sənə sabah deyir, amma uğur sənə indi deyir. Murad məktəbdəki həmin rəsm müsabiqəsində qalib gələ bilmədi. Ancaq çox böyük bir dərs aldı. O gündən sonra Muradın lüğətindən sonra sözü silindi. Yerinə indi sözü gəldi. Uşaqlar, bəs siz necə? Bugün işini sabaha qoyursunuz? Balaca dostlar və əziz valideynlər, videolarımızı bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti nağıllarda görüşənədək.